Salam əziz dostlar, biz bugün həsəd haqqında danışacağıq. Həsəd nədir? Həsəd insanın qəlbində yaranan mənfi xüsusiyyətlərdən biridir. İslam əxlaqında, dinimizdə çox tənqid olunub, çox pislənib həmin bu həsəd. Həsəd o haldır ki, insan başqa birinin malik olduğu nemətin İstir mal cəhətdən olsun, istir elm cəhətdən olsun, hörmət, vəzifə, fərqi yoxdur. Hansı gözəl, özəl xüsusiyyətə malikdirsə, həmin nemətin ondan alınmasını istəyir. Alınmasını, olmasın onda. Məndə yoxdursa, onda da olmasın deməkdir. Həsəd budur. Qibdə ilə həsədin fərqi var da. Qibdə budur ki, onda da olsun, ondan kaş məndə də olsun. Bu sağlam rəqabət yaradır. Onda da olsun. Olmamasını istəmir. Olsun, onda da olsun. Daha çox olsun və məndə də olsun. Bu oldu qibdə. Həsəd odur ki, onda olsun, olmasın. Məndə yoxdursa onda da olmasın. Amma məndə olsun. Və buna deyirlər həsəd. Onda olmasın, məndə olsun. İstəyir ki, onda olanlar onun əlindən alınsın. Yəni təkcə məndə olsun demək deyil bu. Onda da olmasın deməkdir. Bu məsələ budur, həsəd. Görün nə qədər pisdir, nə qədər dəhşətli bir xasiyyətdir. İndi bunun həsəd nə dərəcədə təhlükəlidir, bu təhlükələri barəsində də gələn səfər inşallah, növbəti videolarda danışarıq inşallah. Sağ olun.